Səhifəmi izləyən hər bir kəsə Allahın salamı olsun. Bugün sizlərlə tez bazar və asan hazırlaya biləcəyiniz pizza resepti bölüşəcəyəm. Bugünkü pizzamızın xəmiri milföy xəmirindəndir. Hazırladığım milföy xəmirinin video resepti kanalımda var. Arzulayan kanalıma buyurub baxa bilər. İstəyən milföy xəmirini hazır alıb hazırlaya da bilər. Xəmirimizi oxlov köməkliyi ilə açırıq. Uzun sov yayıb 2 hissəyə bölürük. Üzərinə ketçup çəkirik və ketçupun üzərinə doğranmış kalbasa, turşu xiyar düzürük. Sizlər istəyə görə içindəki ərzaqları dəyişə də bilərsiniz. İçinin ərzaqlarını yerləşdirdikdən sonra xəmiri üzərinə qatlayıb, rulo kimi büküb gül forması veririk. Digərlərini də bu formada hazırlayıb listə yığırıq. Listə yığdıqdan sonra üzərini yumurta çəkib, öncədən isidilmiş 220 dərəcəli sobada bişiririk. Budur, artıq gül formasında hazırladığımız pizzamız hazırdır. Hazırlayan hər bir kəsə nuş olsun. Bugünlük də bu qədər. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşənə qədər. Hələlik.